İctimai proseslər media müstəvisində mövzusunda ikinci forum keçirildi. Tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutdu. Forumda bir çox rəsmilər və media subyektlərinin rəhbərləri iştirak etdilər. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov bildirdi ki, ölkəmizə qarayıxma kampaniyaları aparanların niyyəti yerli mediada ifşa olunur. Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əskəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, böyük qayıdış prosesi barədə material hazırlayır. Eyni zamanda informasiya mühitimizə kənar müdaxilələr vaxtında və layiqli cavab verərək dezinformasiya axının zərərli təsirdən azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə jurnalistlərə forumun əhəmiyyətindən danışdı. Dövlət orqanları üçün də bu tədbirin mühüm əhəmiyyəti var. Çünki həm informasiyanın mötəbər mənbəyi kimi çıxış edirlər və jurnalistlərlə birbaşa təmasda olurlar. Həm də bizim medianın peşəkarlığının artırılması və ilkin mənbədən informasiya əldə edilməsi baxımından çox mühüm əlamətdar bir platformadır. Tədbir Konstitusiya və Suverenlik ilində media gündəmi, nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində və təhlükəsizlik rəqəmsal media mühiti, məlumatlı istifadəçilər adlı panel sessiyalarla davam etdirildi.